Salam hər kəsə. Toplu ikinci hissə 2025-ci il nəşrinin Interrogative Words and Sentences sual sözləri cümləsi olan bölməyə baxırıq. 51-ci sualdan başlayırıq. Qeyd edim ki, test 1-dən 50-yə qədər sualların izahı kanalda artıq yerləşdirilib, baxa bilərsiniz. 51-ci sual. Was your favorite speaker? Belə suallarda, testlərdə biz birinci cavab hissəyə diqqət yetiririk. Cavabda the first one who talked about innovation. İlk insan kim ki innovasiya, yeniliklər haqqında danışıb, ilk insandan söhbət gedir. Bizim sualımızın cavabında mübtədaya verilir. Who was your favorite speaker? Kimdir sənin konfransda sevimli natiqin? Kimi soruşur? Kim cavabında the first one. 51-ci testin cavabı C variantı. 52-ci testdə of işarəsindən biz bilirik ki, bir variantlara baxsaq, how long of-la işlənməz və how long zaman bildirir. Daha sonra mübtəda soxdursa, many ilə heç vaxt soxt işlənməz. Many bilirik özündən sonra cəm isim tələb eləyir. 2-3 variantlardan çıxsaq, B, D variantının fərqinə baxaq. Biri what kind of, bilirik ki, həmişə of-la işlənir, 4. Digəri how much of the salt. Bilirik ki, duzun nə qədər hissəsi istifadə olunub, tərcümə ilə də how much of the salt, what kind of the salt. Duzun hansı növü istifadə olunub? Düzgün cavab 1, 4, D variantıdır. 53-cü sualın izahına baxaq. Nöqtələrdən sonraki hissə xəbərdir. Was responsible for və digər hissə feil gəlib. Called. Biz bilirik mübtədaya verilən sualdır və mübtədaya who-dan sonra birbaşa xəbər gəlir. Cavab yalnız A variantı. Who called. 54-cü sualın izahında nöqtələrdən sonraki sözə baxmaq, testi tapmaqda bizə işimizi rahatlaşdırır. Baxırıq department, do you working. Department isimdir və digər hissə də part of. Digər sözümüz də isimdir, part hissə. Biz bilirik ki, testlərin izahında demişik, which, what, bir daha qeyd edirəm, what kind of, bir də whose. Bunlardan sonra həmişə isim gəlir. Biz bu qaydanı demişik və cavablarda diqqət edirik, cavablardan yalnız which var. Bunlardan sonra məhz birbaşa isim gəlir. 55-ci sualın izahına baxaq. Nöqtələrdən sonra happened. Digər happened biz feildir, mübtədaya verilən sualdır. After the conference, konfransdan sonra nə baş verdi, nə? Və digər hissədə source of information isim gəlib. Biz bilirik ki, what'dan sonra isim gəlir birbaşa və what burada hansı sualına cavab verir? What source of information? Hansı növ informasiya? What'dan sonra birbaşa feil gələndə what mübtədaya verilən sualdır və nə sualına cavab verir? What happened? Nə baş verdi? 55-ci sualımızın cavabı C variantı. 56-cı suala diqqət edirik. Does your boss expect from you? Sənin reisin səndən nə gözləyir? Nə gözləyir? Digər cümləyə baxaq. Did the article say about climate change? Məqalə sənə, burada article məqalə mənasındadır. Məqalə sənə iqlim dəyişikliyi haqqında nə dedi? Nə? Nəyi? Tamamlığa verilən sual olduğuna görə tərcümə ilə də düzgün cavab B variantı. 57-ci sualın izahına baxırıq. Did you react when you heard the news? Mürəkkəb cümlədir, zaman budaq cümləsidir. Sən sualı eşidəndə sən reaksiya verdin. Necə reaksiya verdin? İkinci cümləyə baxaq. Did you manage stress at work? Sən işdə stresslə necə baş edirsən? Necə? Artıq tərcümə ilə bağlı sualdır. Biz tərcümə edərək düzgün cavabı tapırıq. How variantı. 58-ci suala baxırıq. Advantages və biz burada fikir veririk. Nöqtələrdən sonraki söz isimdir. Və digər hissədə impact. Did the change have on the team? Və hər iki hissədə nöqtələrdən sonraki söz ism olduğuna görə cavabımız was olacaq. What advantage does this approach offer? Hansı advantage üstünlükləri təklif edir? What impact? Hansı təsirdən komandamızda hansı təsirlər var?
59-cu sualın izahına baxırıq. 59-cu sualda did she decide to leave her previous job? O deyir, öz əvvəlki işini tərk etmək qərarına gəldi. Biz bilirik ki, burada cavab how much ümumiyyətlə olmaz. İkinci cümləyə hələ keçid etməsək belə how muchdan sonra isim gəlir. Whose ola bilməz. Niyəsini deyək, whosedan sonra isim gəlir. Və qalırıq digər variantların arasında. İkinci cümləyə diqqət yetirək. Are people protesting in the city center? Şəhərin mərkəzində insanlar protesting. How often? How did she decide to leave previous work? Cavablarda how often, what, why. Cavabımız burada why olacaq. Nə üçün? O əvvəlki işindən çıxmaq, tərk etmək qərarına gəldi. Nə üçün? Səbəb istəyir. Digər cümlədə də why are people protesting? Şəhər mərkəzində insanlar nə üçün protesting? Səbəbini istəyir. Səbəb budaq cümləsi dediyim kimi əziz izləyicilər, sırf tərcümə ilə bağlı testlərdir. 60-cı testə baxırıq. Team members will attend the conference. Nöqtələrdən sonraki söz team members, komanda üzvləri, candidates nümayəndə. Birbaşa isim gəldiyinə görə biz vote yazırıq. Votedan sonra birbaşa isim gəlir və bunu testdə diqqət etsək, how many cavabına. How many team members? Burada cavab Y variantıdır. Biz D variantı deyil. Testdə diqqətlə baxsaq, how many-dən sonra cəm isim gəlir. How many team members? Sonunda cəm şəkilçisi, candidates cəm şəkilçisi gəlmişdir. Daha sonra 61-ci sualın izahına baxaq. 61-ci sualda hər iki cümləyə uyğun olan variant did the speaker emphasize in her conclusion? Natiq öz danışığında emphasize nəyi qüvvətləndirir, nəyə emphasize edir, nəyə? What did your manager suggest during meeting? Görüş ərzində menecer nəyi təklif etdi? Sırf tərcümə ilə bağlı cümlələrdir. Tərcüməyi əsasən tapırıq. 62-ci sualın izahına baxırıq. Students passed the final exam. Birbaşa isim gəlib, students. Və ikinci hissədə də birbaşa isim gəlib. Və fikir veririk ki, bu isimlər cəm isimlərdir. Cəm isimlər olduğuna görə cavab how many? Nə qədər? Eynən 60-cı sualda olduğu kimi. Burada votu görüb biz tələsməyək. Çünki how many sayını bildirir və how many-dən sonra cəm isim işlənir. 63-cü suala baxırıq. Phone rang in the middle of lecture. Baxırıq ki, burada tək də gəlib. İkinci hissə signature imzadır. Birbaşa isim gəlib. Cavab how many ola bilməz. Cəm isim işlənir. Cavab who ola bilməz. Çünki who-dan sonra birbaşa fe'l gələr və digər variantları biz tərcüməyə əsasən tapırıq. Phone rang. Kimin telefonu zəng çaldı və burada phone hissə zəng çalmaq fe'l mənasındadır. İsim mənasındadır daha doğrusu. Phone kimin telefonu, telefon mənasında və whose signature kimin imzası. Hər whose da bilirik özündən sonra bu aşağıda da qeyd etmişik. Birbaşa isim gəlir. Düzgün cavab C variantı. 64-cü sualın izahına baxaq. 65-ci sualla davam edək. Would you respond if someone criticized your work? Cümləyə diqqət etsək, şərt budaq cümləsidir. If someone criticized your work. Əgər kimsə sənin işini tənqid etsə, would you respond? Sən cavab verəcəksən. İkinci cümləyə diqqət edirik. Did you fix the printer issue? Printer məsələsini sən necə təmir etdin? Necə? Necə sualını tələb etdiyinə görə how? Birinci cümlədə də yerinə qoysaq, how would you respond? How would you respond? Əgər sənə kimsə tənqid etsə, criticized your work. Sən ona necə cavab verəcəksən? İki cümlədə də bu how cavabı düzgün cavabdır. 66-cı suala baxaq. Are you talking about? Sual cümləsinin axırıncı sözü söz önüdür.
Bu bizə nə deyir? Bu bizə deyir ki, who və what'dan biz istifadə edə bilərik. Birinci video izahında da bunu demişdim. İkinci cümləyə diqqət edirik. Nöqtələrdən sonra birbaşa xəbər gəlib, fe'l gəlib. Biz mübtədaya verilən sualdır. Who invited you? Kim dəvət elədi və sən kim haqqında danışırsan? B variantı düzgün cavabdır. 66-cı suala baxırıq. Diqqət etsək, variantlar qarışıq görsənsə də diqqətlə çox rahat yolla tapa bilərik. Fikir veririk ki, who apostrof s, whose. Gəlin belə edək. Birinci diqqət edək, ikinci cümlədə voice gəlib, isim gəlib. Biz bilirik ki, isim who'dan sonra heç vaxt isim gəlməz. Daha sonra who apostrof s-dən sonra gəlməz. Digər hissədə whose düzgündür. Birinci cümləyə diqqət edək. Who is speaking now? Kim indi danışır? Mübtədaya verilən sualdır. Cavab artıq burada apostrof s var və cümləmiz biz bilirik ki, who'dan sonra apostrof s izə bərabərdir. Cümləmizin özündə iz olduğu üçün bizə apostrof s lazım deyil. Düzgün variant A variantı. 68-ci testə diqqət edək. Hər iki cümlədə nöqtələrdən sonra gələn sözə diqqət edib testi çox rahatlıqla tapa bilərik. Nöqtələrdən sonra ideas isim gəlib, who'dan sonra isim gəlməz, who'dan sonra gəlməz, apostrof s-i silirik və digər hissəyə diqqət edirik. Suggested bizə xəbər gəlib və xəbər gəlmişsə biz who'dan sonra xəbər işlətmirik. Who suggested them? Baxırıq cavablarda düzgün cavab bircə əlimizdə Y variantı qalır. Whose ideas kimin ideyaları? Who suggested? Kim təklif etdi? Düzgün cavab Y variantı. 69-cu sualla davam edək. Nöqtələrdən sonra Ç'yə isimdir və isim olduğuna görə biz who'nu yaza bilmərik, apostrof s-i bilmərik, artıq səbəbini bilirik. Digər tərəfdə isə xəbər gəlib, going, bu mübtədaya verilən sualdır və whom olmaz. Cavablarda baxırıq ki, going və bu indiki davam edici zaman formasıdır. Mütləq əvvəlində to be olmalıdır. Am, is, are olmalıdır. Cavablarda who verildiyinə görə who, s apostrof götürəcək. Cavab əlimizdə yeganə C variantı qalır. Which chair is broken? Hansı stol qırıqdır? Which chair? Who is going to fix it? Kim hazırlaşır təmir etməyə? Mübtədaya verilən sualdır. 69-cu sualla davam edək. Nöqtələrdən sonra documents isim gəlib. Artıq biz who'nu yaza bilmərik. Who'dan sonra isim gəlməz. Apostrof s-i yaza bilmərik. Digər tərəfdə left them in my office. Diqqətlə baxırıq ki, cavablarda whose documents are these? Kimin sualını tələb edə bilər? Whose documents? Kimin documents sənədləri? What documents? Which documents? Digər tərəfdə left fe'l gəldiyinə görə diqqət edirik. Whose'dan sonra heç vaxt fe'l gəlməz. Variant əlimizdə yeganə Y variantı qalır. İndi gəlin Y variantına diqqətlə baxaq. Whose'dan sonra isim, whose documents doğrudur. Who apostrof s. Biz bilirik ki, apostrof s-dən sonra fe'l gələrsə, participle to, fe'li sifət 2 gələrsə, buradakı apostrof s-in mənası həz deməkdir. Həz üstə gəl P2 və artıq bizə aydındır ki, bu who has left. Kim onları ofisdə qoyub? Who has left? Mübtədaya verilən sualdır. 71-ci sualla davam edək. Did you contact to fix to the software issue? Artıq açıq suallardır. Diqqətli olaq. Baxırıq ki, cavablara. Biz deyirik whose'dan sonra həmişə isim işlənir. Whose ola bilməz. Which'dən sonra isim işlənir. Ola bilməz. Cavab 1, 2. When did you contact? Sən nə vaxt əlaqə qurursan? Whom do you contact? Kim ilə əlaqə qurursan? 72-ci sualla davam edək. Nöqtələrdə sonra opinion isim gəlib. Biz artıq bilirik. Whose'dan sonra isim gəlir. Which'dən sonra birbaşa demişik isim işlənir. Düzgün cavab 1, 3. Davam edək 73-cü sualla. Ideas çox rahatdır tapmaq. Nöqtələrdən sonra isim gəlibsə, whose'dan sonra isim gəlir və which'dən sonra isim gəlir. Düzgün cavab 1, 3. 74-cü testdə documents isim gəlib və cəm isimdir. Ona diqqət edirik. How much'dan sonra cəm isim gəlməz. How'dan sonra ümumiyyətlə isim gəlməz. How many, which. 2, 3 düzgün cavabımız.
75-ci sualla davam edək. Did she leave the company after so many years? Who'dan sonra isim gəlir, olmaz. How much'dan sonra isim gəlməlidir. Artıq biz çıxdaş etməklə cavabımızı tapdıq. Why did she leave? O nə üçün tərk etdi? Çox illər sonra şirkəti. How necə tərk etdi? Yəni sual cümləsi də artıq bizə bəllidir ki, tərcümə tələb edən bölmədir. Nöqtələrdən sonra qualities, keyfiyyət isim gəlib. What qualities, which qualities? 1, 2 düzgün cavabımız. 77-ci testdə davam edirik. Kriteriya isimdir və whose, which. 1, 2 artıq mənə düşünürəm ki, rahatlıqla tapa bilirik. Nöqtələrdən sonra contract was submitted. Hansı kontraktdan danışır? Kimin kontraktından danışır? Whose, which. Çünki isim gəlib. Whose, which, what kind of bunlardan sonra birbaşa isim gəlir. 79-cu testdən davam edirik. Consequence isim gəlib. Might result from ignoring the feedback. Və isim gəldiyinə görə which, what, which consequences, what, which, what ikisindən də sonra isim işlənir. 2-3 düzgün cavabdır. 80-ci suala baxırıq. Packages. Nöqtələrdən sonra isim gəlib və artıq biz bilirik cəm isimdir. Sondakı S şəkilsə diqqət edirik. What kind of və which package. Hansı, what kind of-dan sonra isim gəlir. Burada esi, məsələn, how much cavabı olsaydı biz götürə bilməzdik. Çünki sonunda cəm şəkilçi var. Düzgün cavab 2, 4-dür. 81-ci sualla davam edirik. Did you choose this strategy over the other one? Sən bu strategiyanı nə üçün? Hamıdan sonra cavablara baxaq. Hamıdan sonra isim gələr, who'dan sonra isim gələr. Why? Nə üçün seçdin? Nə vaxt seçdin? Düzgün cavab 1, 2. 82-ci test equipment təchizatdır, avadanlıq isimdir. Which equipment? Whose equipment? Cavab 1, 4. 84-cü sualla davam edirik. Nöqtələrdən sonra ideas isim gəlib. Whose ideas? Which ideas? Artıq rahatlıqla bilirik. Donation isim gəlib. Whose donation? What kind of donation? Biz artıq bilirik. Whose'dan sonra birbaşa isim. What kind of-dan sonra birbaşa isim. Ancaq və ya why-dan sonra köməkçi fel işlənir. 85-ci sualda do young people. Diqqət edirik ki, how many olmaz. How many-dən sonra cəm isim işlənməlidir ona görə. Və diqqət eləyirik ki, nəyə? Which do young people deal with? Tərcümə ilə how do young people, necə insanlar deal with, məşğul olur, necə? Bir düzdür. Və ümumi sual cümləsidir. Yəni boşluğu da yazsaq düzdür. Çünki biz bura heç nə yazmasaq belə, do young people sadəcə köməkçi fel əvvələ keçəndə bütün sual cümlələri düz olur. Do young people deal with anxiety during adolescence? Cavab 1, 2. Which do young people deal with anxiety during adolescence? Hansı məşğul olur? 3 düzgün cavab deyil. Təbii ki, tərcümə ilə tapırıq. Daha sonra 86-cı sualla davam edək. Events nöqtələrdən sonra isim gəlib. Which events? What kind of events? 2, 3 düzgün cavabdır. 87-ci suala baxırıq. Nöqtələrdən sonra fe'l gəlib, ruhlandırmaq. Kim ruhlandırır, nə ruhlandırır? What, who mübtadaya verilən sualdır. Artıq bilirik ki, nöqtələrdən sonra birbaşa xəbər gələndə mübtadaya sual verilir. Mübtadanın sualı artıq kim, nə bilirik. What, who yazırıq. 88-ci sualla davam edirik. Who'dan sonra birbaşa isim gələr. Biz görürük köməkçi fe'ldir. What kind of-dan sonra isim gələr. Düzgün cavab 1, 2. 1 niyə düzdür? Sual cümləsinin əvvəlində sual sözləri olmasa, köməkçi fe'l, mübtada, xəbər gələndə bu quruluş düzdür. Və 2 tərcüməni how did the remote village manage? Necə deyir ucqar? Kəndlər idarə eləyir. Necə? Öz ənənələrini, unikal ənənələrini qorumağı necə idarə edir? 89-cu sual davam edək. Volunteer nöqtələrdən sonra isim gəlib. What kind of, which 2, 3. Nöqtələrdən sonra features isim gəlib. Which, what 1, 2 düzgün cavabımız. 91-ci sual emotions isim gəlib.
What emotions, which emotions? 1, 3. Bilirik ki, hər iki sözdən sonra birbaşa isim işlənir. 92-ci sualla davam edək. Workshop helped student. Workshop, əməlatxana isimdir. What kind of, which? Rahatlıqla tapırıq. 93-cü sual. Goals, məqsəd. Biz diqqət edirik, goals sözü sonu cəm şəkilçi ilə bitdiyinə görə hamini. Who'dan sonra isim gəlir, which'dən sonra isim işlənir. 1, 3, 4. 94-cü suala baxırıq. Deyir, Thomas approach you. Biz bilirik ki, who'dan sonra köməkçi fe'l işlənməz. Thomas sənə yaxınlaşır. Nə vaxt yaxınlaşır? Neçə dəfə yaxınlaşır? Nə üçün yaxınlaşır? 3, 4, 5 düzgün cavabımızdır. 95-ci sual. Factors isimdir. Which factors? Və cəmdədir. How many'dən sonra bilirik ki, cəm isim işlənir. What kind of'dan sonra isim işlənir. 2, 3, 5 doğru cavabdır. 96-da do you put up the tent? Biz baxırıq ki, who'dan sonra isim işlənir. Olmaz. Daha sonra biz diqqət edirik ki, how do you put up the tent? How, necə deyir, sən çadırı qurdun, necə? Sualına cavab verir. Why, nə üçün? Və how often, neçə dəfə? 2, 3, 5 sırf tərcüməyə əsaslanan cümlədir. 97-ci sual. Did the train arrive? Will the move begin? Diqqət edirik, whose ola bilməz. Whose'dan sonra artıq bilirik, isim işlənir. Cavablara diqqət edirik. When did the train arrive? Nə vaxt qatar gəlib çatacaq? What time? Bilirik ki, when, what time-a bərabərdir. Zamanı bildirir. 1, 2. Düzgün cavabımızdır. Daha sonra 98-ci sual. Onu da qeyd edim. 97-ci sualda 3-cü why ona görə cavab olaraq götürülmür ki, tərcümə ilə üst-üstə düşmür. Tərcümədə düz alınmır deyə. 98-ci sualda diqqət edirik. Course isim gəlir və isim gəlir. Biz which'dən sonra isim götürürük və what'dan sonra isim götürürük. Which course, what course, which university, what university. 2, 3 doğru cavabımızdır. 99-cu sual. Are they shout at? Diqqət edirik. They shout at. Onlar qışqırır, şad qışqırmaqdır və bu xəbərdən sonra bizə tamamlıq lazımdır. Kimə və nəyə sualını tələb edir? Kim, nə sualı? Who və what'dur. Kimə onlar qışqırır, nəyə qışqırır? 1, 3 düzgün cavabdır. Daha sonra 100-cü sualın izahına baxırıq. Ideas isim gəlib, child isim gəlib, which, whose. Bunları tapmaqda düşünürəm ki, rahatlıq da tapar bilərsiniz. 101-ci suala baxırıq. Did he behave like that? O behave özünü elə aparır. Baxırıq, whose'dan sonra birbaşa isim gəlir. Nə üçün o özünü elə aparır? Düzgün cavab 2. Və biz dedik ki, sual cümləsində birinci köməkçi fe'l gələrsə, daha sonra mübtada xəbər gələrsə, quruluşu yazaq. Köməkçi, mübtada, xəbər və digər üzvlər, tamamlıq, zərflik, digərləri cümlə sonuna gəlir. Əsas bunlara diqqət edirik. Bunlar yanaşı işlənirsə, biz sual cümləsini düzgün götürürük. Baxırıq 5-də boşluq olsa belə düzdür. Ümumi sual cümləsidir. Düzgün cavabımız 2, 5. Daha sonra 102-ci suala da baxaq. Languages nöqtələrdən sonra isim gəlib və cəm isimdir. How many'dən sonra isim gəlir. Which'dən sonra, what'dan sonra isim gəlir. Düzgün cavab 1, 2, 3. Və diqqət edirik ki, burada boşluğu götürmədik. Çünki 101-ci suala diqqət etsək, köməkçi fe'l birinci gəlməlidir. Ancaq burada birinci isim gəlib. Ona görə 5 düzgün götürülmür. 103-cü suala diqqət edirik. Do you usually meet your project team? Cavablara diqqət edirik. Who'dan sonra biz bilirik ki, köməkçi fe'l gəlməz. When do you usually meet your project team? Sən öz layihə komandan ilə nə vaxt görüşəcəksən? Düzgün cavabımız when. How often, neçə dəfə görüşəcəksən? 2, 3 və köməkçi fe'l mübtada, xəbər ardıcıllığa gəldiyi üçün 5-də düzdür. Düzgün cavabımız when, how often və 5 boşluq.
104-cü suala diqqət edirik. Does the client request changes? Who-dan sonra köməkçi fe'l gəlmir. How often müştəri xahiş edir dəyişiklikləri. Neçə dəfə, how often, when, nə vaxt və boşluğu yazırıq. Boşluğu da qeyd etdiyim kimi köməkçi fe'l, mübtada, xəbər. Bu quruluş düzgün gəldiyinə görə does köməkçi fe'ldir. Client bizim mübtadamız, request bizim fe'limiz. Uyğun gəldiyinə görə ona görə 5-i düzgün götürürük. 1, 2, 5 doğru cavabdır. Bu qədər. Bütün izahlara baxa bilərsiniz. Kanala abunə olmağı, like etməyi unutmayın.